Salam, hər birinizi xoş gördük. Bugün bir sözün amonimliyini və eyni zamanda onun tərkibinə görə təhlilinə baxacağıq. Şagirdlər bəzən bu sözü qarışdırır. Sürü sözü, biz bilirik ki, sürü sözü amonim sözdür. Bir var sürmək feili, bir də var sürü toplu isim kimi. Və bunun tərkibinə görə təhlilində sürü sözü sürmək kimi olanda, yəni birbaşa kökdür feil olaraq, daha doğrusu. İsim kimi olanda sürməkdən sürü ismi yaranır. Sürmək feilindən sürü ismi yaranır. Burada biz bilirik ki, amonimlərdə kök o qədər önəmlidir, başlanğıc forma önəmlidir. Ona görə başlanğıc forma hər ikisində sürü olduğuna görə amonim götürəcəyik. Yəni sürü feilində amonim olaraq kök sürüdür. Sürü ismində isə sürmək feilindən sürü ismi yaranır. Bu tip izahların gəlməyini istəyirsə kanalımıza abunə olub, bəyəni paylaşmağı unutmayın.